Rusiya. Bunu sizin efirdən deyirəm. 44 günlük savaşda bizim dövlət sərhədimizi pozub və buradan elan edirəm. Dövlət sərhədimizi pozub. Deməli Xəzər dənizi üzərində bizim o hansı ərazidə ki S-300 raketlərini ki biz yerləşdirmişdik, gəlib onların ərazisini çəkmişdi. Nə vaxt olub bu? Ötən il. 2020 il. Müharibə dönəmində. Biz məcburiyyət qarşısında qalıb. Bir gecənin içində Müdafiə Nazirliyinin rəhbərliyi, Hərbi Hava Qüvvələrinin komandanı, bu günlər indi onlar o haqda danışmırlar, rəsmidir deyə. Amma mənim dəqiq məlumatım var ki, gecə ilə hansı qərar qəbul olundu, səhərə qədər hansı, belə deyim də, möhtəşəm iş görüldü. Azərbaycan dəniz sərhədi var, quru sərhədi var, hava sərhədi var. Bunu kim pozub, necə pozub? Dmitri Peskovla Putinin Azərbaycandakı ikinci Nəcməddini general polkovnik Elçin Quliyevdir. 2020-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətində əməliyyatının adını belə qoymuşlar. Əməliyyat keçirdilər, adını belə qoymuşlar. Güya Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və onun müavini general-leytenant Əfqan Ağayev qanunsuz balıq alberi və korrupsiya ilə məşğul olublar. Bu əməliyyat Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığında aparılır. Lakin həmin vaxt Əfqan Ağayev Sahil Mühafizə Komandanlığı rəisi deyil idi. O, əməliyyatdan 2 ay qabaq Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi təyin edilmişdi. Sahil Mühafizə Komandanlığını isə general-leytenant Erşən Verdiyev icra edirdi həmin vəzifəni. General Əfqan Ağayevin həbsinin səbəbi 2020-ci ilin əvvəllərində Əfqan Ağayev Sahil Mühafizəsinin komandanı olan vaxtı o Rus hərbi kəşfiyyat gəmisini icazəsiz Bakıya buraxmış. Kəşfiyyat gəmisi Bakı ətrafında yerləşən S-300 və İsrailə məxsus dəmir qüvvə hava hücumundan müdafiə sistemlərinin yerləşmə yerinin fotolarını, şəkillərini çəkmiş və onların yerini dəqiqləşdirmişdir. Dövlət Təhlükəsizlik Xidməti rəhbəri Ağayev sərhəd xidmətində əməliyyat keçirir. Həmin o general Əfqan, növbədə olanlar, gəmi komandirləri və bütün o heyətlər hamısı həbs edilmişdir. Həmçinin General Nağıyev tutulan vaxtı Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Elçin Quliyev də həbs ediləcəkdir. Buna görə Dövlət Sərhəd Xidmətinin aparatına gələn Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları 2 saat əməliyyatı dayandırmışdılar və Elçin Quliyev həmin vaxtı müxtəlif şəxslərə Altay Həsənova, Altay Mehriban Altay Həsənova, Dmitri Peskova, Putinin sözçüsü Peskova dərhal əlaqə yaratmış, Dmitri Peskovla Altay Həsənovla danışmış, həbs olunmaması vəzifəsində qalması üçün xahişlər, yalvarışlar etmişdi. Rusiya agenti Elçin Quliyev, İran agenti Elçin Quliyev. Bax, elə bir qayırmağa aparır, bax, təzə aşklardır. Budur, bax. Siz əllərə baxın, əllərə, buna baxın. İranın generalına baxsan, vəhşi kimidir. Bizimkinə baxsan, üzün zadı qırxıbdır, xoşuna gəlsin deyə qaşını zadı alıbdır, əllərə zadı baxın. Buna bax. Belə xidmət olar, belə general olar, buna baxın. Buna, aşiqlər, ala baxın. Gör, kim kimin əlindən tutub, ki, baxın. Baxın, görün, kim kimin əlindən. Hələ bu üzük də taxır, üzük də taxır. Baxın,